Oktyabrın 17-sində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Naftalan şəhərinə gəldilər. Dövlət başçısı və xanımı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdilər. Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov son vaxtlar rayonda görülən işlər və Ulu Öndərin abidəsinin ətrafında aparılan geniş abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Sonra Prezident İlham Əliyev Qarabağ Spa and Resort oteli kompleksinin açılışında iştirak etdi. 13 hektardan çox ərazisi olan kompleksin özəlliyini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Burada balacalardan tutmuş böyüklərə qədər hamının maraq dairəsi nəzərə alınıb. Tennis kortu, basketbol meydançası və golf sahəsi istirahətə gələnlərə unudulmaz anlar bağışlayacaq. Helikopter meydançasının olduğu kompleksdə qonaqların gəzməsi üçün 8 km uzunluğunda yollar və geniş yaşıllıq zolaqları salınıb. Spa terapiya üsullarına geniş yer verilən oteldə 132 otaq var. Digər mühüm cəhət burada çalışanların böyük əksəriyyətinin yerli işçilər olmasıdır. Prezident İlham Əliyev otelin əməkdaşları ilə görüşdü. Otelin açılışı münasibətilə kollektivi təbrik edən dövlət başçısı Naftalanda belə yüksək səviyyəli xidmət müəssisələrinin istifadəyə verilməsinin həm şəhərin gözəlləşməsinə, həm də bura turist axınının güclənməsinə xidmət etdiyini vurğuladı. Prezident İlham Əliyev turizm mərkəzinə çevrilməkdə olan Naftalanda infrastruktur layihələrinin uğurla icra olunduğunu və bu prosesin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırdı. Qonaqların və müalicə üçün bu şəhərə üz tutanların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu otellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün ölkə üzrə turizm marşrutlarının müəyyənləşdirilməsi və bununla bağlı bölgələrdə geniş miqyaslı tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Daha sonra Prezident İlham Əliyev Naftalan Otel Bay Rixis otelinin yeni korpusunda yaradılan şəraitlə tanış oldu. 2013-cü ilin aprel ayınadək Qaşaltı sanatoriyası adı altında fəaliyyət göstərən oteldə keçən il rekonstruksiya işləri aparılıb. Sağlamlıq mərkəzi korpusunda Naftalan terapiyası ilə yanaşı spa terapiya, fizioterapiya və reabilitasiya, o cümlədən fitness bölmələri fəaliyyət göstərir. Oteldə su prosedurları korpusu da yaradılıb. Yaxın gələcəkdə sanatoriyanın imkanları nəzərə alınaraq, burada müasir rengen, ultrasəs müayinəsi, stomatologiya, urologiya, kardiologiya, laboratoriya, hərəkət orqanlarının xəstəlikləri, dəri xəstəlikləri şöbələri fəaliyyət göstərəcək. Müxtəlif kateqoriyadan olan otaqlar ən müasir tələblər səviyyəsindədir və yüksək dizayn ilə seçilir.